Salam uşaqlar, bugünkü dərsimiz 7-ci sinif fizika üçün yenilənmiş qiymətləndirmə tapşırıqları kitabından tapşırıqların izahıdır. Cisimlərin elektrik yükü, sürtünmə ilə elektriklənmə. Elektrik yükünün vahidi nədir? 1 kulon. 2 müsbət və 2 mənfi yükdən ibarət sistemdə neçə cür cəzb etmə qüvvəsi mövcuddur? Bilirik ki, əks işarəli yüklər bir-birini cəzb edir. 1 cəzb etmə. Bu müsbət, bu mənfi 2, bu mənfi, bu müsbət 3, bu müsbət, bu mənfi 4. 4 cəzb etmə qüvvəsi mövcuddur. Yükü 4 elektron olan iyonun nüvəsində 12 proton var. Bu iyondakı elektronların sayını hesablayın. Deməli yazarıq 12 üstəgəl elektronların sayını bilmirik. Yükü də 4 elektrona bərabərdir. Onda buradan x-i taparıq. 12 elektron çıx 4 elektron eləyər 8. Cavabımız olar B variantı. Yükü 5 elektron olan iyonun nüvəsində 19 proton var. Bu iyondakı elektronların sayını tap. Yenə yazarıq 5 elektron bərabərdir 19 plus x. Buradan da x-i taparıq. 19'dan elektronla 5 elektron çıxarıq. Qalar 14 elektron. Cavabımız olar D variantı. Diaqrama baxaq. Elektron, proton müsbət yükə malikdir. Proton mənfi yükə malikdir. Elektron yükünün qiyməti elementar yükə bərabərdir. Hər ikisində atomu təşkil edən zərrəciklərdən biridir. Hər ikisi nüvəni təşkil edən zərrəciklərdən biridir. Proton. Cavabımız olar 2, 1, 5, 3, 4. 1, 5, 3, 4 A variantı. 6-cı tapşırığımıza baxaq. Doğru ifadələri müəyyən edin. Cisimləri sürtdükdə elektronlar bir cisimdən digərinə keçir. Doğrudur, sürtünmə yolu ilə elektriklənmədir. Cisimləri sürtdükdə protonlar bir cisimdən digərinə keçir. Yanlışdır. Sürtünmə zamanı cisimlər qiymətcə bərabər və əks işarəli yüklənir. Doğrudur. Doğrudur, bura qoyuruq. Sürtünmə və nüvə və elektronlar elektrik qüvvələri ilə bir-birini itələyir. Nüvə və elektronlar elektrik qüvvələri ilə bir-birini cəzb edir. Bu yanlışdır. Elektrik yükü olmayan cisimlər arasında elektrik itələnməsi mümkündür. Bu da yanlışdır. Elektrik yükü olmayanlar neytraldır və bir-birinə nə cəzb olunmur, nə də itələnmir. Cavabımız olar 1 və 3. 7-ci tapşırığımıza baxaq. Yükü mənfi 2 elektron olan iyonda elektronların sayı 24'tür. Onun nüvəsindəki protonların sayını tapın. Deməli, elektronların sayı 24'dürsə, yükü də 2 elektrona bərabərdir. Mənfi 2 elektron bərabərdir 24 plus protonların sayını bilmirik. Buradan x-i tapsaq olar mənfi 2 çıxılsın 24. Bərabərdir mənfi 26. Deməli, mənfi 26 elektron olmuşdursa əvvəl, onda neytral halda olanda 26 dənə də onun protonlarının sayı olar. 8-ci tapşırığımıza baxırıq. Şəkildə litium iyonu göstərilib. Uyğunluğu müəyyən edin. Elektronların sayı baxırıq. Nüvənin ətrafında 2 elektron var. Elektronlar, deməli 1, 2, 3 yazırıq. Elektronların sayı 2'dir. 1'ə A. Atomdakı zərrəciklərin sayı ümumi 2 elektronu var, 3 protonu var, 5. Neytronlar da 6, 7, 8, 9. Deməli, atomdakı zərrəciklərin sayı 9'dur. 2'yə B. Neytronların sayı 1, 2, 3, 4'dür. 3'ə Y. Qalanlar da bizə uyğun deyil. 9-cu tapşırığa baxırıq. Boş xanlara müvafiq sözləri yazın. Atomun tərkibi nüvə mərkəzində və ətrafında elektronlar, nüvə təşkil olunmuşdur protonlar və neytronlar. 10-cu tapşırığımıza baxırıq. Ebonit çubuq yun parçaya sürtüldükdə sistemin ümumi yükü 0'a bərabər olaraq qalır. Bu hadisənin səbəbini izah edin. Ebonit çubuq yun parçaya sürtüldükdə ümumi yük 0'a bərabər olursa, deməli sürtünmə zamanı ebonit çubuq və yun parça neytrallaşır və ona görə də ebonit çubuq yüklənə bilmir. Ona görə də neytral halda qalır. Yüklər bu cisimlərdən, məsələn, biri
Tutaq ki, müsbət 2 elektron 2 Q qədər, digəri mənfi 2 Q qədər yüklənmişdirsə, yəni onları toplayanda yükü sıfıra bərabər olmalıdır. Ona görə burada ümumi yük sıfıra bərabər olaraq qalır. Bugünkü tapşırıqlarımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.